İnsanın mən deməsi nə zaman təkəbbürdür, nə zaman normaldır? Niyə mən deməlidir? Mən bacardım, mən etdim, bu mənimdir. Niyə mənimsəməlidir? Bu normaldırmı? Təkəbbürlükdən kənardırmı? Allah biz yaratdıq deyirsə insan niyə mən deməlidir? Ümumiyyətlə qorxmalıdırmı? Qorxuram deyirlər. Heç nəyi mənimsəyə bilmirəm, amma digər insanlar mənimsəyə bilir. Bu sualların hamısına aydınlıq gətirmək istəyirəm. Çünki daim qarşılaşdığım bir sualdır. Məncə bunu video formatında çəkməyim daha doğru olar. Fikrimi daha aydın izah etmiş olaram. Əgər insan normal səviyyədə, egosu normal səviyyədədirsə və həddini aşmayıbsa, yəni həddini aşmaq nədir? Başqasını əzmirsə, mən bacardım, mən dedim, burada əzilir. Mənimdir, mən edirəm. Burada əzmə enerjisi yoxdur. Hər bir sözün enerjisi var. Hər bir kəlmənin doğru şəkildə ifadəsi onun enerjisidir. Yəni sən mən bacardım, bunun içində qorxaqlıq enerjisi də ola bilər, özgüvən də ola bilər, həddindən artıq təkəbbürlük də ola bilər, agresiya da ola bilər, əzmək də ola bilər. Bir kəlmənin içində düşünün. Tək məntiqdə mən sözü getmirsə, mən sözünün içində enerjilər var. Əgər mən bacardım deyib sənin şuur altında mən bacardım, mən etdim. Yəni mən durdum ayağa, bunu götürdüm, içdim. Biz içmədik ki suyu, düzdür? Onu mən hərəkət etdim və bilirsən ki, səni də ayağa qaldıran bir güc var, Allahın bir enerjisi var və sən onu Allahın sayəsində durdun, etdin. Bu məndir. Amma bunun içində sadəcə şuur altından səni ora aparan, o işi gördürən enerjini inkar etmək varsa, bunun içində təkəbbür girilir. Təkəbbür olur, yəni hər şey inkar edirsən, bunu sadəcə və sadəcə mən etdim, bu mənim uşağım, bu mənim evim, bu mənimdir, bu mənim əşyam və bunun içində agresiya var və heç kim və heç nə sənə kömək etmədən bunu əldə etmisən və ifadə edəndə qarşı tərəfə əsəb, stres, qıcıq verirsənsə, bunun içində təkəbbür var. Əgər bu mənin içində sevgi varsa, əziyyət varsa, çalışmaq varsa, əzm varsa, sən əldə etdiyini Allahdan fərqli olaraq sən bunu sadəcə hərəkət edərək etmisən, düzdürmü? Burada bir insan var, Allah yoxdur. Allah biz deyəndə güc deyir. Allah biz deyəndə hökmranlıq deyir. Yəni bir gücün, bir hökmün enerjisi var, bir hökm enerjisi var Allah biz deyəndə. Amma insanda o ola bilməz axı. Bizim uşağımız deyirik. Onun üçün mənim uşağım deyə bilməzsən axı, bizim uşağımız deyirsən. Məsələn, sən göstərə bilərsən ki, görünüşdə, məsəl üçün, namaz qılırsan, Allaha bağlısan, amma sənin içində nə üçün onu etdiyini, məsəl üçün, hansı ziyarətə getdiyini, icab tapdığını, indi dini çox insanlar bəzən dində olanda daha çox bu mövzuları takıntı halına gətirirlər, fanatizm halına gətirirlər. Hər şeyin bir mənası var. Hər şeyi yəni çox da böyütmək lazım deyil. Mən etdim, mən bacardığım içində bir insan var. Onun içinə əgər o mənin içinə əgər təkəbbür girirsə, Allahı kənara atıb, sən sadəcə Allah kənarda olmadan hissini, o hirsin içində o sözü ifadə edəndə verirsən zaten. Amma sən bir zəhmət çəkib, heç kimin köməyi olmadan, amma insani varlığın köməyi olmadan, Allahın işığı, enerjisi, gücü sayəsində bilirsən ki, bir məntiqində, şuur altında bilirsən ki, Allahın enerjisindən sən bunu etmirsən də, tək başına sən bir heçsən. Bir güc var onu edən. Mən bacardım, mən etdim, bu hiss olunur. O insanlara bu qıcıq verə bilər ki, bu insan özgüvəndə belə qazanır, onu da deyim. Özgüvənli olar o insanlar, mən bacardım, mən etdim deyəndə. Bu özgüvənədir. Egoya, narsizmə gələndə insan agresiv olur, Allahı kənara qoyur
ve deyir her şeyi mən etdim. Orada artıq təkəbbür var. Narsistlərdə təkəbbür var. Egoistlər. Ona görə özgüvənlə narsizm arasında incə bir xətt var. İnsan onu ancaq o zaman tuta bilər ki, o insanda narsiz olma, əgər onu edən insan özü başqasında problem görən, mən etdim deyirsə və onun gözünə soxur, sən hər şeyi mən etdim deyirsən, o insan özü birinci baxsın özünə, özündə təkəbbürdür yoxsa özgüvəndir? Birinci bu sualdır. İkincisi, əgər sənə qıcıq verirsə, o qarşındakı insan özgüvənlidir deyə sənə qıcıq verir. Sən də o narsizm səviyyəsində, təkəbbür səviyyəsindədir. Əgər yox, səndə özgüvənlidirsə, qarşı tərəf də özgüvənli haldadır. Yəni təmiz enerji sayəsində özü əlləşib, vuruşub, çalışıb, özü keçibsə bu yolu Allahın köməyi ilə, bu özgüvəndir ki, qarşı tərəf də özgüvənli bunu danışanda ona ləzzət edir. Həzz alır ki, nə gözəl edibdir. Əgər özgüvən, biri narsiz, biri özgüvən danışanda narsisi qıcıq eləyir mən deməsi. Çünki ona səhv tutur ki, sən çox mən deyirsən. Sən niyə mən deyirsən? Bu zaman insan baxsın görək, onda özgüvən varmı? Varsa buna qıcıq vermir. Narsiz varmı? Narsiz varsa qıcıq verəcək. Yox, özgüvən varsa onun xoşuna gələcək və başqa bir problemlər. Ona görə detallara girmək lazımdır. Hər şey üstdən bir kəlmə oxuyub dərinliyini başa düşmədən qərar verməyin, nəysə deməyin də. Narsizm, özgüvən, bunlar çox, hər şey ümumiyyətlə, hər bir şeyin incə çizgisi var ki, bir addım o tərəfə keçdinsə sən başqa enerji. Necə ki, xeyir